Tokyo Drift Azərbaycan yenidən avtomobil həvəskarlarını bir araya gətirib. Tokyo küçələrinin yeraltı gecə həyatından və unikal avtomobil mədəniyyətindən ilhamlanan tədbirdə iştirakçılar möhtəşəm drift şousu nümayiş etdiriblər. Bununla yanaşı xüsusi hazırlanmış səhnə proqramları, musiqi performansları və tamaşaçılar üçün interaktiv əyləncələr də təqdim edilir. Mühərriklərin səsi, işıqlar, sürət, musiqi və avtomobillərin yaratdığı atmosfer insanlara Tokyo şəhərinin ap-havasını yaşadıb. Drift şouya iştirakçı qismində qatılan Rəhman Şıxəliyev təəssüratlarını CBC Sportla bölüşüb. Tədbir çox yaxşı keçir. Bu insanların çox olmağından irəli gəlir. Və bu ikinci dəfədir Tokyo Drift belə desək Bakıda olur, amma bu səviyyədə, yəni parkovkada sırf Tokyo belə desək yəni olmamışdı. Bu ilkdir. Və güman edirəm ki, hər kəs bəyənəcək. Tədbirdə tamaşaçı kimi iştirak edən Aydan Həsənova isə həyəcanlı və əyləncəli anlar yaşadığını deyib. Əminəm ki, yaxşı olacaq da. Öncəliklə videoroliklərində görmüşdüm. İnsanlar olmadan drift etmişdilər. O da çox maraqlı, çox gözəl keçmişdi. Elə onun həvəsi ilə gəlmişdim bura. Qadın motoklubunun prezidenti Sevil Həsənova da Tokyo Drift Azərbaycan layihəsinin kifayət qədər uğurlu olduğunu söyləyib. Bu tədbir biz keçən ildə təşkil olunmuşdu və orada dəvətli idik klub olaraq və bu ildə dəvətliyik. Keçən ildə çox gözəl təşkil olunmuşdu. Bu bir ilk idi və bu dəfə artıq təkmilləşibdir. Daha təkmilləşmiş bir formada təşkil olunubdur. İnşallah saat 8-də daha maraqlı bir drift şounun şahidi olacağıq. Onların da əksəriyyəti bizim dostlarımızdır. Biz həmişə bir-birlərimizin tədbirlərində iştirak edirik. Onlar bizim moto tədbirlərdə iştirak edirlər, biz isə onların tədbirlərində iştirak edirik. Məncə çox gözəl bir gecə olacaqdır. Qeyd edək ki, bu Azərbaycanda keçirilən ikinci Tokyo Drift tədbiridir. Bundan əvvəlki şou ötən ilin oktyabr ayında Sibrizdə baş tutmuşdu.